Qeyd etdiyiniz kimi dinimizin bu məsələlərdə rolu olduqca mühümdür, önəmlidir. Bəli, İslam dini bizim ailələrin, ailə daxili münasibətlərin bir mühərriki rolunu oynayıb tarixən. Hal-hazırda da bizdə o müsbət olan o dəyərlər, ənənələr qalır. Amma bir sıra məsələlər də var ki, biz onu dini qayda kimi, dini hökm kimi qəbul etmiş, halbuki onun dinlə əlaqəsi yoxdur. Məsələn, İslam dinində ataya ədəb göstər deyilir, amma eyni zamanda ata bir əzazil şəkildə gəlsin və heç kəs evdə nəfəs almasın ki, ata evə gəlib. Bunu bəzən dinimizlə əlaqələndirilir, bu dinlə heç bir əlaqəsi yoxdur. Dinimiz deyir ki, ata evə daxil olduğu zaman əlində mütləq hər gün imkanı olsa, nə qədər də gücü çatsa, hədiyyə ilə gəlməlidir. Birinci qız uşaqlarına tərəf getməlidir, onları qucağına götürməlidir, onları əzizləməlidir və hədiyyəni ona təqdim etməlidir. Sonra oğlan, hədiyyə dilində məsələn nəsə bir şirniyyat da ola bilər, söhbət bahalı hədiyyədən getmir. Yəni diqqətli görsün valideynlər. Fikir verirsə, atadan daha çox mərhəmət tələb edir dinimiz. Yəni, övladlara qarşı ədalətli sayğı ilə yanaşın, amma eyni zamanda qızları daha çox əzizləyin. Çünki qızın atanın sevgisinə daha çox ehtiyacı var. Oğlan daha çox anadan o sevgiyə ehtiyaclıdır. Yəni, bunu biz amma belə təsəvvür edirik ki, dinimizdə güya, misal üçün, atanın haqqı deyildikdə, ata bir qədər belə deyil, atanın bir kultu olmalıdır ailədə, ata pərdə deyildikdə, yəni, o nəzərdə tutulmur ki, övlad sərbəst şəkildə fikrini atasına deyə bilməsin, anasına deyə bilməsin. Bu pərdə anlayışı da bəzən səhv düşünürəm ki, səhv qəbul edilir, səhv tərif edilir. Əlbəttə, pərdə olmalıdır, insanlar arası münasibətdə bir müəyyən bariyerlər olmalıdır. Bu daxili mədəniyyətdən gəlməlidir, amma hansısa çəkinmək, ata ilə ünsiyyətdən qaçmaq, ata özü buna şərait yaratmalıdır ki, övladlar onunla sərbəst olsun, amma eyni zamanda ana da çalışmalıdır, atanın hörməti ailədə qorunsun. Bilirsiniz, həddindən artıq fərdiyyətçilik, individualizm, insanların o, belə deyək də, ictimai münasibətlərə yox, daha çox öz fərdi maraqlarına önəm verməsi, hətta belə deyək, dünyada bugün liberalizmin böhranına gətirib çıxarır. Mehman müəllim qeyd elədiyi kimi, demografik problemlər yaranır. Artıq bilirsiniz, ailə deyildikdə insanlar orada düşünür ki, mən niyə ömrümü kiməsə sərf etməliyəm, övlad tərbiyəsinə sərf etməliyəm, mən bir dəfə mənə verilən ömrü rahat şəkildə yaşaya bilərəm. Və ümumiyyətlə düşünürəm ki, ailələr tələb üzərində qurulmamalıdır. Ailə haqq uğrunda mübarizə meydanı deyil. Məncə, qadın da, kişi də ailədə öz haqqını fəda etməlidir. Misal üçün, dinimiz deyir ki, mömin kişinin xüsusiyyətlərindən biri budur ki, öz istədiyi yeməyi yox, ailəsinin istədiyi yeməkdən istifadə etsin. Yəni, ailə diktə eləməsin ki, mən bunu yeyəcəm, mütləq bu bişirilməlidir. Yəni, burada qarşılıqlı güzəşt olmalıdır və övladlar da bunu görməlidir.